Bilmək istəyirik ki, həqiqətdə bir insan satıcı doğulurmu, yoxsa bu doğuşdanmı, yoxsa sonradan inkişaf etdirilərək yaxşı satıcı mı olur? Otağa girəndən ondakı o emosionallıq, onun o enerjisi insanı valeh edir ki, baxırsan ki, bu çox yaxşı satıcı ola bilər. Müştərini qazanmaq bir çətinlikdir, amma ikinci və daha böyük çətinlik etimadını və etibarını belə deyək, saxlamaqdır. Bu 100% elədir. Bizim yaşadığımız ölkə, region, Qafqaz daha çox emosional bir məkandır. Orada saatlarla mən onlarla söhbət etmirdim. Sadəcə olaraq o adla çağırmaq ki, filan kəs xanım buyurun və o həmin o emosionallıq çox önəmlidir. Namizədlər artıq dəyişib. O generation dillərdə indi artıq nəsil dəyişilib. Demək siz tanıyandan sonra başlayıb sevirlər. Mütləq şəkildə. Tanıyırlar, tanıyırlar sonra sevirlər. Mütləq. Əvvəl neqativ qəbul olunur, əfsuslar olsun. Daha sonra yavaş-yavaş və çox nadir hallarda mən susa bilərəm. Salam hörmətli izləyicilər, Bankir Masası verilişinin növbəti buraxılışı efirdədir. Bu gün biz müştəri xidməti, xidmət keyfiyyəti, eyni zamanda satış barəsində danışırıq. Bugünkü qonağımız Unibankın idarə heyətinin üzvü İlkin Quliyevdir. İlkin müəllim, xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Yaxşı, siz? Çox sağ olun. Yaxşı hiss edirsiniz özünüzü, rahatsınız. Sizin yanınızda hər zamanki kimi. Təşəkkür edirəm, çox sağ olun. İlkin müəllim, başlayaq biz onda. Bir gün 2 satıcı olur, bundan başlayaq. 2 satıcını göndərirlər bir əyalətə ki, gedin görün. Bu ikisi də ayaqqabı satan olur. Gedin görün o bazarda, orada ayaqqabı ilə bağlı durum necədir, analiz edin, satmaq olar yoxsa yox. Biri gedir, deyir ki, burada qayıdır, dönüş eləyir, deyir, orada ayaqqabı geyinən yoxdur, burada bazar yoxdur. İkinci də gedir, analiz eləyir, eyni yeri, deyir, bəli, burada ayaqqabı geyinən yoxdur, amma burada münbit bazar var. Deməli, o satışa vizyon. Bilmək istəyirik ki, həqiqətdə bir insan satıcı doğulurmu, yoxsa bu doğuşdanmı, yoxsa sonradan inkişaf etdirilərək yaxşı satıcı mı olur? Çünki bu misalda çəkdik ki, burada mindsetlər fərqlidir də bunları. Təbii elədir. Əslində mənim təcrübəmdə hər iki кейs olub. Elə hal olub ki, həmkar otağa girəndən bu seçim mərhələsində belə deyək, otağa girəndən ondakı o yaxşı mənada emosionallıq, onun o enerjisi insanı valeh edir ki, baxırsan ki, bu çox yaxşı satıcı ola bilər. Amma təcrübəyə gəldikdə həmin o enerjini düzgün istifadə eləmədiyi təqdirdə satıcılıq o qabiliyyəti demək olar ki, onda yox olur. Təbii ki, mən daha çox bu insanın enerjisindən, insanda o doğulandan elə bir belə deyək də, o introvert və ekstravert var. Ekstravert olmalıdır. Mən düşünürəm ki, satıcı introvert olması çox nadir hallarda görmüşəm. Satıcının enerjisi olması, onun doğulandan artıq buna malik olması, bu daha çox təbii ki, buna rast gəlmişəm. Amma bir balaca olsa da kiminsə potensialı varsa, mütləq şəkildə o həmin o dediyim o enerjiyə malik deyil təbii ki. Amma bir balaca onun bir potensialı varsa, onun üzərində işləyib, ondan çox yaxşı bir satışın idarə olunmasını belə deyək, idarə edilməsini edən bir güclü bir komanda yoldaşını yetişdirmək olar deyə düşünürəm. Yəni bu həm təbiətində olmalıdır, yetişdirib daha professional eləmək olar nəticədə. Təbii ki, təbiətində olmadığı təqdirdə onun üzərində daha çox işləməli olacağıq. Amma bir balaca şansı varsa, bir balaca potensialı varsa və az da olsa təbiətində bu varsa, onun üzərində mütləq şəkildə işləmək lazımdır. Çünki bir şeyin üzərində işlədikcə böyüyür. Satıcı da təbii ki də elədir. Satmaq üçün bunun doğasında satmaq potensialı olmalı. Adam var ki, dünya dağılsa da bir şeyi kiməsə sata bilməz, nə də təqdim eləyir. Yəni, xarakteri ona imkan vermir, amma gəl yaxşı nəzarətçidir. Düzdür. Yaxşı idarəçidir. Yaxşı nəzarətçidir, yaxşı maliyyəçidir, yaxşı rəqəmlə işləyə bilir. Satışa yaxın gedə bilmir. Bu mütləq təbiətdə məncədə olmalıdır. Müştəri daha çox məhsul və xidmət almaqdan daha çox problem alır, problem həll alır. Doğru fikirdirmi? Yəni insan doğrudan da problemlə həll axtarır daha çox. Yenə bankçılıqdan danışırıq da ümumi götürsək. Bankçılıqda müştəri
bu gün məlumat mərkəzinə zəng vurur, filiallara gəlir və yaxud da mobil tətbiqdən istifadə edir. Yəni 3 əsas kanal var belə deyək də. Bütün banklar şamil olunur deyə düşünürəm bu əsas bu kanallar. Birinci mərhələdə təbii ki, bu məhsulun generasiyasıdır. Product generation deyirik. Müştəri gəlir, hər hansısa bir istəyini yerinə yetirmək üçün depozit yerləşdirmək, kredit götürmək. Amma razılaşaq ki, krediti də insanlar boşu-boşuna götürmür. Hər hansı bir çarəsini belə deyək, həll etmək üçün götürür. Qızını evləndirir, belə deyək, övladına toy edir, evinə əşya alır və s. Bu problem deyil. Bu gündəlik yaranan bir tələbatdır. Tələbatını bağlayır. Bəli. Problemi bağlayır demir, deyək ki, tələbatını bağlayır. Amma məlumat mərkəzinə bunu götürəndən sonra mən kreditimi necə ödəyim? Misal üçün, təbii ki, indiki zamanədə rəqəmsallaşma kifayət qədər yüksəkdir. Amma kreditimi ödədim, misal üçün, orada bu qədər belə bir sualım yarandı. Və yaxud da depozit faizimi oturdu, amma orada belə bir sualım var və s. Problem deyil. Artıq yararlanmış belə deyək və yaxud da xidmətdən əlavə suallar yaranırsa, onların artıq cavablandırılması üçün banka gəlir. Problem deməzdim. Təbii ki, elə hallar da var ki, biz bilirik ki, əfsuslar olsun, o problemlə üzləşən müştərilər çoxdur. Kredit baxımından və s. və s. Amma orada da bankın əsas məqsədi o problemi həll etməkdir. Ona görə mən düşünürəm ki, problem deyil. Daha çox müştəri xidməti və məhsulu almaq üçün bankdan istifadə eləyir. Təbii ki, ondan sonraki, onun o məhsul alandan sonraki bir müddət var. Kreditdə, depozitdə, kartda və s. O müddətdə də banka daha çox xidmət üçün gəlir, sual üçün gəlir və hər hansı bir sualına bir cavab almaq üçün gəlir deyə düşünürəm. Bəs yaxşı, müştəriyə xidmət satmaq daha çox çətindir, yoxsa etibar qazanmaq? Təbii ki, etibar qazanmaq. Niyə? Çünki müştəriyə nəsə satmaq, xidmət satmaq. Deyək ki, xidmət satmaq, məhsul satmaq. O qədər də rahat olmasa da, amma etibarın qazanılması qədər də rahat bir şey deyil. Mən düşünürəm ki, xidmətin və yaxud məhsul satmaqla biraz bazardan daha fərqli şərt verəcəksən. Biraz daha fərqli xidmət göstərəcəksən və yaxud da müştərini həmən o yaxşı satıcı olduğu təqdirdə, bayaq birinci sualınıza qayıdıram. Yaxşı satıcı olduğu təqdirdə rahatlıqla bunu satmaq olacaq. Amma ondan sonraki mərhələdə həmən o qazandığın o etibarı saxlamaq çox çətindir. Bu istər, mən əminəm ki, və bütün istiqamətlərdə bu belədir. Bankçılıq olsun, qeyri-bank sektoru olsun və s. Müştərini qazanmaq bir çətinlikdir, amma ikinci və daha böyük çətinlik onun etimadını və etibarını belə deyək saxlamaqdır. Bu 100% elədir. Müştəri qazanmaq istəyirsiniz. O bir gün bir nəfər hər dəfə eyni kofe shopdan kofe alır. Dostu soruşur ki, buradakı kofe ən yaxşı kofedirmi? Deyir, xeyr. Deyir ki, bəs ucuzdurmu? Deyir ki, xeyr. Deyir, bəs onda niyə hər gün buradan alırsan? Deyir ki, çünki yeganə bu kofe shopdur ki, mənə adımla müraciət edir. Hər qarşılanmada. Doğrudan da bu müştərini qazanmaq daha çox hansı vasitə, yəni müştəriyə individual yanaşmamı onu qazanmağa yol açır, yoxsa başqa hansı vasitələri siz tövsiyə edirsiniz, örnək göstərirsiniz? Baxın, mən həmən o dediyiniz o кейsdə, onun üçün, həmən o müştəri üçün onun adı ilə müraciət etməsi onun üçün çox önəmlidir. Əslində bu emosional bir marketinqdir, emosional satışdır. Və düzdür, indi biz AI, süni intellekt dövründə yaşayırıq. Və mən düşünürəm ki, süni intellekt bankçılığı kifayət qədər dəyişdirəcək. Buna biraz zaman lazımdır. Bu kifayət qədər dəyişdirəcək. Amma nə qədər daha çox süni intellekt olmasına baxmayaraq, o personalizasiya deyirik, fərdi yanaşma deyirik. Fərdi yanaşma hər zaman olaraq bu qalacaq. Çünki süni intellekt istədiyiniz o emosiyanı, o bağlılığı vermir. Həm də bir məqam da var. Bəlkə bu mənim fərziyyəmdir, bəlkə də səhv düşünürəm, amma bizim yaşadığımız ölkə, region, Qafqaz daha çox emosional bir məkandır. İtaliyadır, Qafqazdır, İspaniyadır və bizdə o ingilislərin o personal touch deyirlər. O fərdi yanaşma çox önəmlidir. Təbii ki, gündəlik, yenə də qayıdırıq bankçılığa, gündəlik bankçılığı idarə etmək üçün, icra eləmək üçün
kartdan karta köçürmədir, kommunal ödənişlərdir. Burada emosional bağlılığa ehtiyac yoxdur. Bəli. Müştəri girdi, mobil tətbiqdə çox rahat icra elədi, saniyələr. Bəli. Bütün bankların mobil tətbiqləri var. Saniyələrdə bunu icra elədi, qurtardı, bitdi. Amma müştəri depozit yerləşdirmək istəyir. Müştəri kredit götürmək istəyir. Məsləhətə ehtiyac olur. Təbii ki. O ən azından bir 30.000 də olsa, 20.000 də olsa depozit yerləşdirmək istəyirsə, rəqəmsal depozit məhsulları çoxdur. Yığım məhsulları var bank sektorunda və s. Müştəri heç filiala belə gəlmir. Amma inanın təcrübəmə ki, en qədər müştərilərin əksəriyyəti depozit yerləşdirdiyi təqdirdə filiala gəlmək istəyir. Bəli. O görmək istəyir. O əlaqədə olmaq istəyir. O əmin olmaq təbii istəyir. ki, bu bank, emosional bağ istəyir. Bəs nə? Orada ona görə həmən o qayıdıram sizin o misalınıza. O personalizasiya, müştərinin adının çəkilməsi çox əhəmiylidir müştəri üçün. Mənim 13-14 il bundan qabaq, daha çox hətta əməliyyatçı idim filial bankların birində. Orada o vaxtlar Zolotaya Korona var idi. Western Union, Zolotaya Korona pul köçürmələri belə deyək də. Və heç yadımdan çıxmaz, bir filialların birində hər zaman bu köçürmələrdən istifadə edən, xidmətdən istifadə edən yaşlı təbəqədə olan bir xanım var idi. Niyə? Çünki övladları pul göndərirdi və yaxud da qohumları pul göndərdi və s. Bank üçün depozit və kreditdən fərqli olaraq pul köçürmələri effektivliyi baxımından bir o qədər də gəlirli deyil. Təbii ki, komissiya gəliri var və s. və s. Amma əsas önəm verən bir istiqamət deyil zaten bilirsiniz pul köçürmələri. Orada hər zaman mən işlədiyim təbii zamanda hər zaman mənim qarşımda növbə yaranırdı. 2 nəfər, 3 nəfər və gözləyirdilər də. Niyə? Çünki digər həmkarlar da vardı. Onlar da yanına gedə bilərdilər. Onlar da çox yaxşı xidmət göstərirlər. Amma mən çalışırdım ki, həmən o $100 pul köçürməsini də $100.000 depozit kimi xidmət edim. Və onlar məhz ona görə hətta bir case olmuşdu. Yanımdadır ki, bəs orada ofis menecer dedi ki, bəs digər masalar da boşdur. Oraya yaxınlaşın. 14-15 ilin söhbətidir. Dedilər ki, yox, biz həmən o cavan oğlanı gözləyirik. Niyə? Mənim elədiyim təbii ki, orada saatlarla mən onlardan söhbət etmirdim. Sadəcə olaraq o adla çağırmaq ki, filan kəs xanım buyurun. Və o həmən o emosionallıq çox önəmlidir. Doğru deyirsiniz. Çünki müştəri banka depozit yerləşdirəndə ən əsası bir də əmin olmaq istəyir ki, pulumu hara və kimə etibar eləyirəm. Bunu emosional olaraq duymaq istəyir. Buna bir ehtiyacı var. Bizim həmən bu depozitə dair dediniz. Xarici təcrübələri çox araşdırmışıq. Depozitlə bağlı. Bəli. Xarici vətəndaşlarda, Avropada daha çox depoziti yerləşdirdiyimdən başqa, yəni hara yerləşdirirəm, siz dediyiniz kimi, güvənli bir yerdirmi və s. və s. Bununla yanaşı da mənim depozit yerləşdirdiyim bankın strategiyası nədir deyə sual verirlər müştərilər. Mən bunu araşdıranda ilk dəfə yaxşı mənada biraz təcrübələnmişdim. Sual verdikdə bu bankı sən yerləşdirirsən, pul yerləşdirirsən, bu sığortalanır və s. və s. Strategiyanın pulu yerləşdirdiyin bankın strategiyasından niyə maraqlanırsan? Mən pul yerləşdirirəm və həmən pulu bank gedir daha sonra yerləşdirir kreditdə, investisiyada və s. Mənə maraqlıdır ki, mənim yerləşdirdiyim pul hara investisiya olunur? Misal üçün agroya, iqtisadiyyata yerləşdirilirsə və s. və s. Mənim üçün də bu maraqlıdır. Ona görə mən güvən qazanmaq istəyirəm. Əmin olmaq istəyirəm ki, pul yerləşdirdiyim bankın strategiyası mənim üçün, mən bilirəm o strategiya nədir, mənim üçün bu maraqlıdır və mən ona tam dəstəyəm. Elləri də var ki, deyirdi ki, mən bu bank daha çox bu yaşıl Green Bank, yaşıl enerji və s. ora daha çox investisiyalar edir. Mən buna çox inanıram və ona görə pulumu burada yerləşdirirəm. Bizdə düşünürəm ki, əfsuslar olsun hələ ki, amma bu get-gedə daha da gücləndirir, çoxalır. Vətəndaşlarımız keçmiş illərdə nisbətdə artıq daha çox sual verirlər. Əvvəllər, misal üçün, mən ön ofisdə işləyən vaxtı faizi soruşurdular, vəsaitin sığortalanıb, sığortalanmamağı soruşurdular
və bununla da yetərli idi. Maksimal olaraq nə sual verdilər ki, bankın səhmdarları kimdir və idarə heyətidir. Bu qədər. Amma son tendensiyalara baxıram ki, soruşurlar ümumiyyətcə bankın 3 il strategiyası neçə illikdir? Bu sualı verən çox az sayda müştəri var. Amma onların sayı get-gedə çoxalacaq. Niyə? Çünki o müştəri savadlığı məsələsi var. Maliyyə savadı təbii ki, maliyyə savadı artır. Mərkəzi Bank bunun üzərində işləyir, banklar özü bunun marağındadır. Siz özünüz tək bankirləri, hələ bu veriliş vasitəsilədir, tək bankirləri öyrətmirsiniz, belə deyək də. Eyni zamanda bu vətəndaşlara da gedir və s. Bunların sayı daha çox çoxalacaq, buna əminəm. Amma yenə də faiz, depozitə gəldikdə, faiz, sığorta və bankın səhmdarı kimdir, o hələ də birinci yerdədir bu sualda. Elədir, tamamilə doğrudur. O müştəri davranışı doğrudan dəyişib. Məsəl üçün, mən bəzən ümumiyyətlə təhlillər aparanda bəzi bankların rəsmi səhifələrində kommentariyalara diqqət edirik ki, yəni oxuyuram. Daha çox, məsəl üçün, şikayət indeksində müştəri nədən şikayət edə bilir? Qəribə, məsəl üçün, mən bunu bir dəfə də səsləndirdim, hansısa çəkilişimizdə səhv eləmirəmsə, bir daha deyirəm, əgər müştəri bugün girib bankın səhifəsinə yazırsa ki, filan rayonda, filan mağazada NFC işləmir, deməli, istehlakçı davranışı dəyişir. Yəni, bu hardan hara gəldi, hardan və bu tendensiya dəyişir, davranış dəyişir. Yəni, qabaqçı müştəri şikayətlərindən indiki müştəri şikayətlərinin arasında yer-göy qədər fərqlər var. Bəli, maariflənmə gedir. Hətta eyni zamanda müştəri var ki, sual vermişdi ki, birində mən soruşmuşdum ki, bu nə işləyirdi, sadəcə fərdi sahibkardır. Sual vermişdi ki, bu hesabatlar nə vaxt açıqlamısınız axırıncı dəfə internet səhifənizdə, hansı bölümdədir, girib baxmalıyam. Yəni, bunun hamısı xoş bir şeydir. Bu deməkdir ki, müştəri bankın maliyyə vəziyyətini də araşdırır və s. Bu deməkdir ki, maariflənmə çoxalır, insanların inkişaf tendensiyası çoxalır. Uzaqlaşan qismdə var, yaxınlaşan qismdə var. Bir mənalı şəkildə demirik, hamısı kütləvi belədir. İlkin mən, ümumiyyətlə siz idarə heyətində satışı da kurasiya eləyirsiniz də, düz bilirəm. Bu fərdi müştərilərə, bəli. Yəni, fərdi müştərilərin satışı. Müştəriləri, bəli. Bəs ümumiyyətlə, bax, həm satış bəlli ki, bir satış planları qoyursunuz da. Bu satış planla müştəri məmnuniyyətin balansını necə qoruya bilirsiniz? Baxın, burada bir məqam var. Çünki plan çox olanda adətən məmnuniyyət keyfiyyətə təsir edə bilər. Amma bunun ikisi balansını saxlamaq həqiqətdə çox çətindir. Tam razıyam. Burada bir məqam var ki, təcrübəmdə də bunu tətbiq etmişəm və düşünürəm ki, bu kifayət qədər doğru bir istiqamətdir. Satışa cavabdeh olan əməkdaşla, həmkarla, komandanla keyfiyyətə və məmnuniyyətə, müştəri məmnuniyyətinə cavabdeh olan əməkdaş eyni adam olmalı deyil. Bu eyni kurasiyada olula bilər. Amma eyni adam olmalıdır. Ən azı maraq toqquşması var orada. Bu birinci məqam. İkinci məqam, satıcının da illikmi, rüblükmü, hər şirkətdə fərqlidir. Aylıq belə də ola bilər. Marağında, hədəflərində, KPI-larında, necə istəyirsə onun adını elə qoyaq. Orada tam satış qoyduğun təqdirdə bu əməkdaş satışa daha çox yönələcək. Amma onun KPI-larında heç olmazsa bir 20%-də xidmət keyfiyyəti, müştəri məmnuniyyəti qoyduğun təqdirdə istər-istəməz artıq ona da fikir verməlidir. Ona görə bu balansı saxlamaq kifayət qədər çətindir. Özü də elə bir şirkətlərdə ki, şirkətin, tam razıyam ki, şirkətin mənfəəti daha çox olduqda və şirkət bir növ komfort zonaya, gəlirlik baxımından, komfort zonaya girdikdə, komfort zona nədir? Mənfəət var, səhmdarlarımı xoşbəxt edirəm, həmkarlarımı xoşbəxt edirəm, komandamı və yaşayıram. O komfort zona təbii ki, istər-istəməz müştəri məmnuniyyətini bir balaca kölgədə saxlaya bilər. Amma o olmasın deyə top menecmentda mənim yanaşmam odur ki, top menecment daxil olmaqla departament rəhbərləri, filial müdirləri və s. yəni müştəri ilə əlaqədə işləyən və yaxud da
İdarə heyətində belə müştəri məmnuniyyətini, NPS-i fərq Bəli. etməz. Həmən misal üçün Mərkəzi Bankın şikayət indeksi var. Onu belə tam əhatə edəcək mütləq şəkildə KPI olmalıdır. O olmadığı təqdirdə istər-istəməz məmnuniyyətə mənfi təsir göstərə bilər 100%. Aydındır. İlkin müəllim, bax, satışa bir işçi götürürsüz. İlk görüşdə ümumiyyətlə müəyyən eləyə bilirsiniz bu adam satış potensialı var yoxsa yox. İlk görüşdə bunu nə dərəcədə böyük ehtimalla müəyyən eləmək olar ki, bu uğurlu satış olasıdır. Bilirsiniz, əgər o namizədin təcrübəsi yoxdursa, ola bilər en qədər olur ki, universiteti bitirirlər. İndi oğlanlar hərbiyə gedir, qayıdır və yaxud da xanımlar universiteti bitirəndən sonra artıq banka müraciət edirlər. Burada ilk görüşdə həmən o öncədən dediyim o enerjini almaq məsələsi var. İnsan əgər aktivdirsə, sual verməkdən çəkinmirsə, adətən sual vermək, intervyu zamanı sual verməkdən, namizədin sual verməyi bir o qədər də xoş qəbul olunmurdu. Əvvəlki müddət. Əvvəllər elə idi. Əvvəldə yalnız sənə sual verə bilərdilər və sən sual verəndə daha fərqli qəbul olunurdu ki, çox sual verir. İnsan bir dənə sual verir halbuki. Amma indi zaman dəyişib. Çünki namizədlər artıq dəyişib. O generation dillərdə indi artıq nəsil dəyişilib. İndiki bu yaxınlarda dedikdə bir müddət bundan öncə bir görüşə girdim. Sadəcə olaraq vaxtım var idi, mən də gələcəm namizədlərlə görüşməyə. Namizəd daha çox sual verdi orada və namizədin verdiyi suallar o qədər doğru suallar idi ki, halbuki universiteti təzə bitirib. Yəni insan, mən çox sevindim. Təbii ki, mən namizədi işə götürdük və namizəd o sualları verdiyi zamanda həmkarım vardı. Bir balaca həmkarım həyatda biraz çərçivə salmış oldu namizəd. Həmkarımın da illər boyu təcrübəsi var. Yəni bu çox yaxşıdır. Amma orada bir məqam var da, o çərçivəni aşmamaq məsələ var. Bəli. Çox əfsuslar olsun ki, indi gördüyümüz hər kəsə aid etmək olmaz, amma indi gördüyümüz o nəsil həmən o çərçivəni, o türklərin bir sözü var da, nerede duracağını bilmən gerekiyor da. Harada duracağını bilməlisən. Bəzi hallarda olur ki, o içində olan o çılğınlıq var. Çünki təcrübəsi yoxdur. O özgüvən hansı ki mütləq olmalıdır. O özgüvən həmən o çərçivəni pozur və geçmiş olsun el-Fatiha belə. Amma həmən o namizədin enerjisi, onun verdiyi suallar, onun aktivliyi %100 bir kəsin bir qərar verməsə də ki, bu doğrudan da çox yaxşı bir satıcı ola bilər, çox yaxşı idarəçi ola bilər. Verməsə də, amma ən azından bir potensial yaradır ki, mən onun üzərində işləyim, ona bir şans verim, onu yetişdirim. Bəlkə də doğrudan da bunun o qabiliyyəti daha da güclənəcək. Doğrudur, doğrudan da elədir. Hər şeyin ifratı faciədir ümumiyyətlə. Gərək hər şeyi öz balansında saxlayasan, eyni zamanda tamamilə doğrudur. İstər işçilər baxımından, istər belə deyək də yeni yetişən kadrlar baxımından davranışlar fərqlidir, yanaşma tərzi fərqlidir. Mənim özümdə bu nəsillərin çox fikirlərinə haqq qazandırıram. Biz zamanında hətta qəbullanıram ki, biz zamanında səhv eləmişik, doğrunu bunlar eləyir. Amma təbii ki, çərçivələri gözləmək şərti ilə də çərçivəni gözləməmək biraz etikadan kənara çıxır, onu nəzərə alır. Bəs mən ümumiyyətlə bir müştərinin ömrü boyu dəyərini saxlamaq üçün nə etmək olar ki, müştərinin ömrü boyu dəyərini saxlayaq, müştərini itirməyək? Ən vacib amil nədir bununla bağlı? Misal çəkdim, o personalizasiya məsələsi var, o fərdlilik. Fərdlilik. Təbii. Əfsar olsun, bütün müştəriləri daimi olaraq xoşbəxt etmək çox qəlizdir. Çox qəlizdir. Böyük banklarda, hansı ki, deyək ki, 1 milyon və daha yuxarı müştəri sayı var, orada bunu etmək çox çətindir. Çünki müştəri, mən özümdən belə deyim, illər
boyu getdiyim bir mağaza ola bilər və yaxud xidmətindən istifadə etdiyim bir şirkət ola bilər, fərq etməz. Hansı ki məni illər boyu kifayət qədər də qane edib. Bəli. Xoşbəxt edib sualdı, amma tam da qane edib. Qane etməsəydi ora getməyəcəkdim. Bir balaca məlumat mərkəzinə zəng vurdum halda. Bir balaca məlumat mərkəzi zəngimə gec cavab versin. Sualıma biraz fərqli intonasiyalarla cavab versin. İstər-istəməz məndə müştəri olaraq bir hiss yaradır ki, aha, demək ki, nəsə xidmət keyfiyyəti pisləşir burada. Halbuki illər boyu mən o qane edib. Bəli. Bank zaten bilirsiniz, məndən daha yaxşı bilirsiniz ki, bank xidmət sektorudur. Bəli. Biz burada xidmət göstəririk, xidmət satırıq, məhsul satırıq, xidmət satırıq Bəli. və s. Burada bizim illər boyu müştərilərimiz ola bilər ki, biz onları qane edirik, onlar gəlirlər və s. Amma mobil tətbiqdə bankdan asılı olmayaraq bir səbəblərə görə ola bilər. Bəli. Texnikidir təbii ki. Səbəblərə bankın belə də günahına deyil. Digər bir səbəblərə görə mobil tətbiqdə bir balaca problem olsun, müştəri yenə də narazıçılıq olacaq. Həmin o razı müştəri artıq narazı müştəriyə çevriləcək yavaş-yavaş. Burada ən vacib məqam həmin o narazıçılığı vaxtında eşitmək və bu mütləq şəkildə onu həll etməkdir. Və ona geri dönüş etmək. Geri dönüş çox önəmlidir. Müştərinin şikayətlərini və sorğusunu və yaxud da onun belə deyək, narazıçılığını eşitmək bir, onu həll etmək iki və mütləq şəkildə geri dönmək önəmlidir ki, Ramiyan, sizin belə bir şikayətiniz var idi, sualınız var idi, narazıçılığınız var idi. Biz bunu araşdırdıq, bu formatda həll etdik, məlumatınız olsun. Mən də tam razıyam. Dəyər verir. Müştəri dəyərli hiss edir ki, mənim sözümü eşitdi bank, şirkət, fərq etməz. Həll elədi və mənə geri dönüş elədi ki, artıq həll etmişik. Təşəkkür ki, bu haqda bizə məlumat verdiniz. Tamamilə razıyam, tam razıyam. Biz, yəni hamını onsuz da xoşbəxt eləmək qeyri-mümkündür. Elə bir nəzəriyyə də yoxdur. İstənilən sahədə, istənilən segmentdə hamının müştərisi razı olsa, narazı müştəri olmasa bunun öz anormaldır ki, burada nəsə düz yetmir də. Yəni çünki hamı məsələyə öz pəncərəsindən baxır. Adi o gün bir qarşıma çıxan bir məsələni, hadisəni təhlil eləyirəm özüm üçün. Biri restorandan narazı qalıb bunu çəkib paylaşır. Bunun baxış tərzi ki, xidmət keyfiyyəti aşağıdır. Bunun səsinə səs verəndə çoxdur da, tamam. Biri çıxıb kommentariya yazır ona ki, düz deyirsən, haqlısan, amma mən məsələyə başqa prizmadan baxıram. Bu restoran sahibkar təzədir, təcrübəsi təzədir. Bir növ böyük bir optu yoxdur. Hiss olundu ki, sistemi hələ otuzdıra bilmir. Yəni ona görə mən onu daşlamıram bir növ. Yəni ümid edirik ki, geri dönüş bunlardan nəticə çıxarıb özünü təkmilləşdirər. Bu da digər müştərinin baxış bucağı. Yəni bu sahibkarın yeni olması, təcrübəsiz olması bu sahədə, obyektin yeni açılması, yəni anlayışla da qarşılayan müştəri var da. Yəni hərəsi öz prizmasından məsələyə baxmaq məsələsi. Buna gətirmək istəyirəm ki, bəli, bəzən bu texniki məsələnin müştəri var ki, qəbullanır ki, başa düşürəm, sizlik deyil. Bu texniki məsələdir, amma müştəridə var ki, bunu aqressiya ilə qarşılayır ki, əsas odur ki, mənim enerjim alıb, vaxtım alıb, nə bilim, mənim əməliyyatım keçməyib həmin vaxtı və s. Doğrudur, doğrudur. Amma birinci qrup müştəriləri daha çox haqq qazandırır. Bayaq həmən o restoran misalını çəkdiniz də, düzdür? İkinci müştəri dedi ki, təzədir, sistem hələ misal üçün qurmuyor və s. O sahibkarın problemidir əzizim. Bəli, əlbəttə. Sağ olsun ki, müştəri var, onun sözü. Amma sistemi qurmamışamsa, amma bu biznesə başlamışamsa, xidmət keyfiyyətini düşünməmişəmsə, ən azından müştərinin səsini eşitməmişəmsə, bu artıq sahibkarın Mənim o qeyri-peşəkarlıqdır. O qeyri-peşəkarlıqdır. Yəni ona göz yummaq, yəni mən müştəri olaraq sadəcə düzdür, mən post paylaşmaram, aqressiya da yaratmaram. Mən sadəcə olaraq ikinci dəfə əminəm elə sizdir. İkinci dəfə həmən o Yox, təbii ki, biri var,
bir iş adamı sahibkar işə sistem kimi baxır. Yəni bir növ mən həmişə deyirəm, bu sözü vallahi ən çox belə deyim də gəldiyim təcrübədən sözdür. Doğrudan yəni bir təhsilli və ziyalı, savadlı bir insan bizneslə məşğul olanda olur biznesmen. Yəni bunun təhsilsiz formada, qeyri-peşəkar formada olur alverçi. Yəni yanaşma tərzi burada. Məsələyə biznes kimi baxmaq, dəyər yaratmaqmı, yoxsa bu gün nə qazandım, qazandımmı? Yəni özdə pul qazanmaq da var, qazanmaq var. Hara bu gün nə qazandım, qazandım. Yəni sabah qazancına belə proqnozlaşdıra bilmir. Bu gün üçün baxır, o qeyri-peşəkarlıqdır, o aydın məsələdir. Mən ümumiyyətlə bəs sizə görə öz komandada ən təhlükəli işçi zəif olandımı, yoxsa inkişaf etmək istəməyəndimi? İnkişaf etmək istəmən təbii ki. Zəif olanla ən azından onun ola bilsin ki, zəif olan əməkdaşın istəyi var. Zəif əməkdaş onu gücləndirmək lazımdır. Amma onu gücləndirmək lazımdır. Biz elə siz və yaxud da sizin təcrübənizdən keçmiş bəlkə də yüzlərlə olmasa, bəlkə də minlərlə də bankirlər var. Düzdür? Onların içərisində fərqli potensiala malik olanlar da var. Təbii ki. Onlar ilk gündən həmən o potensiala malik olmayıblar və yaxud həmən o biliyə savada malik olmayıblar. Sizin yanınıza gəliblər, öyrəniblər və s. və s. Təbii ki, təkmilləşiblər. Zəif əməkdaşı gücləndirmək olar. Ən azından şans vermək. Çünki istəyi var. Bəli. Təbii ki, istəyi varsa da. Amma təkmilləşdirmək, özünü inkişaf etdirmək istəməyən əməkdaşın onun o gələcəyi yoxdur. O həm öz vaxtını alır, həm şirkətin vaxtını alır, belə deyək. Həm də onun yerində ola biləcək daha digər bir gəncin və yaxud digər bir namizədin yerini tutmuş olur haqsızcasına. Əməkdaşın səhv etməsini necə qəbullansınız? O deyir, bir gün bir rəhbərdən soruşurlar, deyir ki, səhvə münasibət necə olmalıdır? İşçini təzə işə götürür, deyir ki, birinci səhv öyrənmək üçündür, ikinci səhv müzakirədir artıq. Yəni doğrudan da sizin də menecment yanaşmamız belədir. Yəni səhvdən nəticə çıxartmaqmı önəmlidir, yoxsa səhvi əfv etmisiniz? Yox, estağfurullah. Yəni şans vermək lazımdır. Çünki bizə də nə vaxtsa şans verilib. O vaxt ilk müsahibəyə gələndə 2018 idi onda. Yox, 2008 ya da 2009 yadımda deyil. Orada o şans verilməsəydi və mən əminəm ki, həmən o ilk müsahibəm idi. Universitet vaxtında idi. Əminəm ki, orada nələrsə səhv demişəm və yaxud da daha yaxşı cavab verə bilərdim. Amma həmən o şans verildi. Düzdür? Və eynilədir mənim kimi digər belə deyək ki, şəxslərə və s. Şans vermək mütləq lazımdır. Səhv olur, hamıda olduğu kimi, səhvsiz məncə adam yoxdur. Amma o təbii ki, səhvin masştabına baxmaq lazımdır. Bir səhv var ki, onu yəni keçmək olmaz. Hansı ki, böyük bir maliyyə itkiyə gətirə bilər və yaxud da reputasiya riskinə gətirə bilər. Özü də bank sektorunda reputasiya çox önəmlidir. Səhvin miqyasına və ölçüsünə baxmaq lazımdır. Təbii, sizinlə attestasiyaya hazırlanan vaxtda o riskləri sadalayırdıq. Reputasiya riski onlardan ən öndə gələni, təbii ki. Elə reputasiya riski ola bilər ki, şirkəti alt-üst edə bilər. Səhvə baxır. Səhv əgər böyük bir maliyyə itkiyə gətirmirsə və yaxud da reputasiya gətirmirsə, təbii ki, o bir dərs kimi götürülməlidir. Əks təqdirdə yəni sərt qərar verilməlidir. Hansısa bir işçini belə deyək də, ya yeni götürmədən sonra daim çalışsam, müəyyən bir müddətdən sonra özünüz üçün proqnozlaşdıra bilirsinizmi? Bu gələcəkdə yaxşı rəhbər ola bilər. Yəni bunu hansı davranışlarla deyəkmi, yoxsa potensialına mı görə bu qənaətlərə gəlibsizmi ki, bax bunun gələcəyi var, bu yaxşı rəhbər olasıdır və s. Belə bir qənaətləriniz olur və o qənaətləriniz heç olubmu? Sonra o böyüyüb harasa filial müdürü gedib, departament direktoru və qənaətləriniz düz çıxıb? Əfsər olsun %100 yox. Çünki 5 barmağın 5-i bir deyil. Təbii ki. Amma əməkdaşın potensialı olub-olmamasını bilmək, analiz etmək, bilmək və daha sonra onun üzərində işləmək, mən düşünürəm ki, top menejerin birbaşa vəzifəsidir. Çünki top menejer yalnız
şirkəti idarə etmək üçün gətirilmir. Eyni zamanda şirkətin komandasını böyütmək üçün gətirilir. Potensialı önə çıxarmaq üçün gətirilir və s. Əməkdaşın və potensialı olması bir neçə amillərdən gələ bilər. Əməkdaşın aktivliyi, öyrənmək istəyi yüksək olmalıdır. Əməkdaşın komandada belə davranışı çox önəmlidir. Elə bir əməkdaş ola bilər ki, həmkar ola bilər ki, avtonom bir formatda çalışır. O demək deyil ki, o pis əməkdaşdır, amma o lider olmayacaq. O heç menecer də olmayacaq. Çünki menecer başqadır, lider başqadır. Amma elə bir əməkdaş var ki, komandanı canlandırır, vəzifəsinə asılı olmayaraq ora bir aktivlik gətirir, bir pozitivlik gətirir. İşi ilə də, davranışı ilə də, həmkarları bir yerə yığmaq qabiliyyəti də o artıq ən azından menecer ola bilər. Liderliyə hələ ki var. Ən azından menecer ola bilər. Və elə bir həmkarları tapmaq, analiz eləmək, onları müəyyən etmək və onları da gücləndirmək, yenə deyirəm, top menecerin birbaşa işi olmalıdır. Təcrübəmdə olubmu kimlər isə misal üçün yetişdirmək və artıq hansı yetişdirilib və artıq deyək ki, hansı bir vəzifələrdir. Şükürlər olsun, hə. Kimlərsə artıq departament rəhbərləridir. Hələ ki idarə üzvü olan yoxdur təbii ki, çünki bəlkə də yaşa görə o gəlir. Amma ən azından departament müdirləri olan bir həmkarlarımız var ki, nə vaxtsa mənimlə birgə sıravi əməkdaş kimi çalışıblar. Onlardan sıravi əməkdaş kim olar komandaya qəbul etmişəm. Amma bu günləri onlar bəli departament rəhbərləridir. Məncə maksimum departament rəhbəridir. Ondan yuxarı olan məncə hələ yoxdur. Amma bu doğrudan da çox böyük bir qürur hissidir. Yəni həm həmkarın özünə görə, həm özünə görə ki, o adamda potensial gördün və o doğrudan da özünü doğrultdu və bu günləri ən azı departament rəhbərinə layiq bir həmkardır. Bu çox sevindirici bir haldır. Laf yaxşı. İlkin müəllim, mən bilirəm ki, siz bu ümumiyyətlə öz bankınızda yox, bir neçə banklarda işləmisiniz. Belə deyək, bank camiyyəsində sevilən rəhbərsiniz. Mən bunun müşahidəm budur həqiqətdə. Və siz özünüz, gəlin özünüzün diaqnozuna baxaq. Siz hansısa kuras etdiyiniz departamentə girəndə qanı qarasılıq yaranır, ayda gəldi, yoxsa sevinirlərmi içəri girməyinizə? Heç vaxt işlədiyim 4 bankın 4-ündə də ilk bu təəssürat seviləcək kimi olmayıb. Buna əminəm. Bunu daha sonra həmkarlarımla da müzakirə etmişik. Özüm üçün maraqlı olub. Hər zaman bilirsiniz bu yeniliklər dəyişikliklər yeni bir komandaya gedəndə ilk olaraq təbii yəni ki, elə qəbullanmır, neqativ qəbullanır. Bankların adını çəkmək olar deyə düşünürəm. İstər Aksis bankda, istər kapitalda, beynəlxalq bankı biraz fərqli idi o vaxtları. Orada rəhbər vəzifədə deyildim. Baş mütəxəssis idim, amma kifayət qədər böyük layihələr edirdik. Və yaxud da Unibankda olsun. İlk təəssürat hər kəsdə pozitiv olmayıb. Buna 100% əminəm. Amma bir müddət lazımdır ki, həm səni tanısınlar, həm sən özünü tanıdasan. Bu çox önəmlidir. Və mənim təcrübəmdə bu 100% elə olub. İlkin olaraq xoş qarşılanmır. Yox, olmayıb. Çünki bizim situasiya elə olub. Elə bir şirkət olub ki, elə bir bank olub ki, orada dəyişikliklərin o ən qızğın bir vaxtında ora dəvət olunmuşam və həmin o dəyişikliklər, zaten bilirsiniz ki, dəyişikliklər hər zaman qəbul olunmur. Çox az halda insanlar var ki, dəyişiklikləri müsbət qəbul edir. Amma çətin bir müddətdə, bir zamandan keçən bir komandanın içərisində kənardan birini dəvət edirsən, onu komandaya buraxsan, %90 ki, orada neqativ qəbul olunacaq. Amma bilirsiniz, ən böyük uğur nədir? Ən böyük uğur o həmin o fırtınadan keçmək, həmin o sənə qarşı deməyim, amma neqativdən də olmasa da, amma pozitivliklə səni qarşılamayanları bir müddət sonra sənin müttəfiqinə çevrilməsini görmək bu çox böyük bir qazancıdır.
Bu bir özü bir dəyərdir. Bu qələbə deyil. Mən bunun qələbə kimi baxmıram. Bu bir qazanc kimi baxıram, dəyər kimi baxıram. Demək sizi tanıyandan sonra başlayıb sevirlər. Mütləq şəkildə. Tanıyırlar. Tanıyırlar, sonra sevirlər. Mütləq. Əvvəl neqativ qəbul olunur, əfsuslar olsun. Daha sonra yavaş-yavaş o bir misal var. Su girdi qaba oldu içməli, qurtardı getdi. Eyni bu misalı həm özümə qarşı da qəbul edirəm, həm də komandaya qarşı da. Komanda kim qəbul olunursa, qurtardı, bitdi. Yəni artıq onunla birgə işləmək lazımdır, şans vermək lazımdır. Olmadısa artıq sərt qərar verilir. Bəs bu gün kuras elədiyiniz departamentə girəndə sevinirlər yoxsa münasibət sevinirlər? Bu gün baxacağam amma məncə sevinirlər. Məncə sevinirlər. Məncə də sevinirlər. Bir rəhbər olaraq siz məsəl üçün uzun müddətdir rəhbər vəzifələrdə işləyirsiniz. Hansı halda rəhbərin susmağı onun danışmağından daha çox təsirli mesaj ötürə bilər? Mənə xas bir sual deyil. Deyim niyə? Mən daha çox emosional idarə etməyə daha çox önəm verirəm. Və çox nadir hallarda mən susa bilərəm. Misal üçün, hər hansı bir neqativ bir hal baş verib. Problem var, fərq etməz. Əməkdaşların kimsə səhvi var, fərq etməz. 10 keysdən, Ramən, 9-unda susmayacam. Çünki o emosionallığı bildirməliyəm. Olmadı, bilirsiniz, çünki bu canlı olmalıdır. Bu, demirəm, emosionallıq dedikdə o da çərçivədə olmalıdır. Yəni, ona söz yox. Amma susmaq daha çox deyib, onu bildirib, emosional formatda, təbii ki, yenə deyirəm, çərçivədə olmaq şərti ilə onu bildirmək daha çox üstünlük verirəm, nəinki susmaq. Susmaq, bilirsiniz, mənim üçün nədir? Yenə də bu mənim fikrimdir, ola bilsin ki, kimlərsə qatılmayacaq buna. Susmaq artıq, yəni, nə dəyişir ki? O anlamına gəlir mənim üçün. Yəni, mən əgər susuramsa, bu artıq son nöqtədir. Artıq qərar verilməlidir. Yığılır. Təbii. Yəni, bu partlayan da pis partlayar. Qoy öncədən bu deyilsin, qoy öncədən eşidilsin, emosional olaraq və s. qəbul olunsun, həll olunsun. Susmaq məncə artıq son nöqtədir mənim üçün. Əgər mən susuramsa, demək ki, mən dəfələrlə bunun üzərində çalışdım, dedim və s. heç nə dəyişmir. Dəyişmirsə artıq susuram, susuramsa artıq qərar qəbul olunmalıdır. Ayso, bəzən bu susmaqlar yığıla bilir də, yığılıb sonra partlaya bilir. O bəzən də deyirlər bir rəhbər olub, bir dənə baxışından hər şey, yəni çərçivəni də bilə bilir. Yox, mən adəti yoxdur. Mən yəni susmaq, biz həyat yaşayırıq, canlı şirkət canlı. Sözün varsa deməlisən. Təbii ki, yəni mütləq. Yəni mən bunu özümdə niyə görə saxlayım ki? Yəni qoy deyim, həm mən rahat yatım, həm həmkarım öz mesajını alsın. Susmaqla nə bir şey dəyişmir. Aydındır, aydındır. Bəs rəhbərin etibarını bir səhv zədələyə bilər, yoxsa xırda, yəni hansı ki bir dənə səhvə görə bu etimaddan düşür və yoxsa daha çox etibarını zədələyən xırda bayaqçı dediyiniz kimi yığılar, birdən sonradan partlaya bilər. Məncə xırda yığılmış ola bilər. Yəni bir səhvə görə etibar zədələnməz. Səhvə baxır. Yəni yenə səhvin o təbii ki, səhv var. Elə bir səhv var ki, yəni o keçilməzdir, bağışlanmazdır və s. Necə ki, mənə o səhvi buraxsam, müşahidə şurası, səhmdarlar o səhvi bağışlamazlar. Yəni çünki biz hər müəyyən bir çərçivələr var, qaydalar var və s. Amma mənim şəxsi fikrim odur ki, etimadımı hər hansı bir rəhbər şəxsin etimadını itirmək səhvlər ola bilər. Səhvlər təkrarlanmırsa, etimad məncə o sarsılmalı deyil. Amma o əgər elə bir həmkar varsa ki, komandada bir var ki, o işə dair səhvlər buraxır, texniki olur, hər kəsdə olur. Amma elə bir həmkar da var ki, daxildən komandaya neqativ salır. Çaxnaşma salır və s. O artıq, yəni onun ikinci şansı yoxdur. O etimad bir dəfəlik itir. Şəxsən mənim üçün. Çünki texniki səhvdir, işə dair olan səhvlərdir. Onlar hər kəsdə olur. Onlar düzəlir. Bəli. O heç bir problem görmürəm. Amma o şəxsi keyfiyyətlərində olan o problem olan o həmkar ona dair məncə heç etimad olmamalıdır deyə düşünürəm. İlkin müəllim, mən əminəm ki, siz özünüz fərqində olmaqla olmadan
həyatda bəlkə də kimlərsə sizi özünə kumir seçib. Sizi bu cür insanlara ümumiyyətlə bax, yaxşı rəhbər olmaq istəyən, yetişmək istəyən, təbii ki, hamı bir karyerasında bəlli bir yüksəliş üçün çalışan var, o var, bu var. Son tövsiyələriniz, son sualından sizin tövsiyələriniz alaq, doğrudan da çox maraqlı təcrübələr bölüşdünüz. Son tövsiyələriniz nə olar? Nə mesaj vermək istəyirsiniz onlara ki, bax bunu mütləq eləsinlər, bunu eləməsinlər? Məncə bir yerdə durmamaq çox önəmlidir. Yəni o özünü inkişaf elətdirmək həm karyera baxımından, həm bilik savad baxımından, yeniliklərə açıq olmaq baxımından o bir yerdə durmamaq çatısı altında deyə bilsək, bu çox önəmlidir. Çünki siz həyat özü günəş qalxır, həyat başlayır. Bəli. Hər şey dəyişir. Və düşünürəm ki, insan da öz karyerasını insan qurur. Təbii ki, bu qismət, taley və s. və s. onlar biraz başqa bir mövzudur. Bəlkə də elə də var. Amma insanın karyerasını insan özü qurur. Və əgər bir insanın seçimi nələrə malikəmsə, onunla yekunlaşırsa, o özü istəyir onu. Amma yox, kimlərsə də inkişaf etmək istəyirsə, müəyyən bir səviyyəyə çatmaq istəyirsə və ingilislərin bir misalı var da, sky is not the limit. Yəni göy bir limit deyil, çərçivə deyil. Bəli. Əgər sən ora çatmaq istəyirsən, sən daim inkişaf eləməlisən, bir yerdə durmamalısan və mütləq şəkildə özünü öz konfor zonadan çıxarmalısan. Konfor zonadan çıxara bilməyənin inkişafdan nəyəsə və yaxud da karyeradan və yaxud da başqa bir şeydən nəsə gözlənməsi bu böyük bir sualdır. Ona görə inkişaf elətdirmək özünü mütləq şəkildə həm iş baxımından, həm digər xarici dillərə olsun, fərq etməz, yeni bir proqramlar olsun, süni intellekti tam olaraq mənimsəmək olsun, çox populyardır indi. Və dediyim kimi, konfor zonadan özünü çıxarmaq qabiliyyəti mən düşünürəm ki, bu uğurun %100 olmasa da, amma uğurun ən azından bir 50%-dir mənim üçün. Aysan, doğru. Təşəkkür edirik tövsiyələriniz üçün. İlkin müəllim, yəni mesaj vermək istədi ki, bu gününü dünəndən eyni keçirib sabahdan nəticə gözləmək doğru yanaşma deyil. Mütləq daim özün komfort zonadan çıxardıb inkişaf etdirmək lazımdır. İlkin mənim gəldiyiniz üçün, dəvəti qəbul etdiyiniz üçün təşəkkür edirəm. Maraqlı müzakirəniz üçün ayrıca təşəkkür edirəm ki, doğrudan da çox faydalı təcrübələr bölüşdünüz bizimlə, izləyicilərimizlə. Bununla da verilişimiz sona çatdı, əziz izləyicilər. Kim İlkin müəllim özünə kumir seçirsə, onda şərh bölməsinə yazar mütləq. Növbəti görüşlərdə hansı şəxslərin qonaq olmasını istəyirsinizsə, onu da kommentariya bölməsində qeyd edə bilərsiniz. Növbəti görüşlərdə görüşmək dileğiyle, sağ olun.